Amarant o kadar büyük bir faydalı, bir güzel bir bitkidir ki, vallahi belə keçməsən, danışıq qutarmaq olmaz. Bizim efir vaxtlarımız yok. Biz gene bütün bir saatlarla danışsaq da, sutkalardan danışıq qutarası deyil. İnsan sağlamlığına gələndə səhiyyədə danışaq. Bax, bizim amarant yağımızı istehsal eləmişdik. Bax, bu yağ. Bu yağ 16 cür xəstəliyin müalicəsidir. Bizim şəxsən özümüzün keçirdiyimiz sınaqlarda bir də çayımız var. Əziyyət də olmasa bizə bir çay bunu da 16 cür xəstəliyin müalicəsi. Onun bir 10 dənəsini mən özüm elə sınaqlardan keçirmişəm. Hipertensiya xəstələri sağalıblar. Bu yağın içib və diabetik xəstələr çoxdur. Diabetik çox kömək edir və çox təmzimləyir. Kardioloji xəstələr, ürək. Bizim eləsi olub ki, ürəyi damarı pərdəsi cırılıb, püskünə düşüb, infarkt olub, bu yağdan içib 4 ayın içində sağarıb o şəxs. Bəli, həm mədə bağırsaq. Mədə bağırsaqdır, ağır sümüklərdir, sümük ağrılarında. Qadın xəstəlidir, qaraciyərdən hamının problemi var. Şəxsən mən özüm də sınaqdan keçirmişəm. 2 il bundan qabaq, mən üzr istəyirəm böyüklərinizə, yəni öz üstümdə də çox sınaqlar yağdan keçirmişəm. 2.75 antiterdə qaraciyərimdə mənim salıb bax bu yağdan istifadə edilən kimi 67-75'e. Bu böyük bir möcüzədir. Qaraciyərimizi heç kəs təmizləyib qutara bilmirik. Hamı da ondan narahatdır. Bu insanın sağlamlığından da, oftalmologiyada çox böyük köməkliyir. Bizim özümüzə sınaqlar keçirir, göz xəstəliyində, gözləri açılmanda, kosmetologiyada, dəri probleminə olan insanlara kömək eləyir. Və ümumi immuniteti gücləndirməyinə görə sağlamlığa insanın bu rasionda olan... Hətta onkoloji problemlərin aradan qalxmasına da... Bəli, elə bir şeylər də olub, bəli. Bu çox şeylərə kömək edir. Yəni 16 cür xəstəliyə bu yağ kömək edir.